Əgər Romaya ilk dəfə gəlirsinizsə, bu videonu mütləq izləyin. Çünki turistlərin ən çox cibgirliklə üzləşdiyi yerlərdən biri məhz Roma termini stansiyasıdır. Mən də sizə nələrə diqqət etməli olduğunuzu göstərəcəm. Roma termini haqqında çox eşitmişdim. Əşyalarına diqqət et, burada oğurluq halları çox olur deyirdilər. Bəs həqiqətən vəziyyət necədir? Gəlin birlikdə baxaq. Hazırda Romanın ən böyük dəmir yolu stansiyası olan Roma terminidəyik. Burada həm şəhərdaxili metroya, həm də İtaliyanın digər şəhərlərinə qatarlar hərəkət edir. Hər gün minlərlə turist və yerli sakin bu stansiyadan istifadə edir. Roma termini turistlərin ən çox olduğu məkanlardan biridir. Məhz buna görə cibgirlik halları da burada daha çox rast gəlinir. Xüsusilə platformalarda, ekskavatorlarda, metro girişlərində və bilet aparatlarının yanında diqqətli olmaq lazımdır. Əgər böyük çamadanınız varsa, onu heç vaxt nəzarətsiz qoymayın. Telefonunuzu və pul kisənizi arxa cibdə saxlamaqdan çəkinin. Bel çantası və ya çarpaz asılan çanta istifadə etmək daha təhlükəsizdir. Bu demək deyil ki, Roma termini təhlükəli yerdir. Sadəcə, hər böyük turistik şəhərdə olduğu kimi, burada da diqqətli olmaq vacibdir. Bir neçə sayda qaydaya əməl etsəniz, heç bir problem yaşamadan rahat şəkildə səyahət edə bilərsiniz. Əgər Romanı gəzmək istəyirsinizsə, mütləq şəkildə Roma terminində qalmağınız tövsiyə olunur. Çünki Romanın hər bir yerinə yaxındır. Biz hər dəfə gələndə burada qalırıq. Düzdür, çox təhlükə ilə rastlaşmasaq da bir dəfə olub təhlükə. O da gecə saatlarında, saat 11 radələrində başqa bir yerdən bura qayıdarkən metroda olub. Yəni 2-3 nəfər belə qarışıq millətlər arxamızca düşmüşdü. Amma genəldə yəni bura çox sakit bir yer sayılmır. Ona görə də otel götürərkən tam ətrafında deyil də bir balaca aralı olsa daha uyğundur. Baxın, göstərim buraları. Hazırda hava küləklidir. Bizim otelimiz biraz aralıda yerləşir və biz çox güman ki T2 ilə gedəcəyik buradan. İndi saxla, T2 olmalıdır. Marşrutu dəqiqləşdirim və davam edərik. Bu nədir? Maşındır belə? Və buradan tram var. Gördüyünüz kimi burada belə insanlar olur daha çox. Hələ hava qaralmadığı üçün biraz daha normal insanlar görə bilirsiniz, amma birazdan buralar təhlükəli vid almağa başlayacaq. Həmin dediyim digər bir yer. Biz tramla deyil də basla getməli olduq. Çünki bas biraz daha tez çatır. Daha yaxındır biz getdiyimiz yerə. Buna görə gəldik bu tərəfə. Belə sürüb belə gedəcək.
ilə buradan qapının açarı olur. Birinci mərtəbədə deyir ki, burada structure qeyd olunub. İndi biz buradan baxacağıq görək hardadır structure. Yox, burada göstərir ki, qapının ağzında structure var. The structure is on the first floor. Bu değil aha, first floor, bu değil. Bu da bunların lift sistemləri. İndi sizə çox maraqlı bir şey göstərəcəm. Köhnə lift sistemləri İtaliyada olduğu kimi qalır. Çox maraqlı bir sistemdir. Hər bir binada belədir. Əslində istədim neçə dəfə çəkmək. Qismət indiyəymiş. Açılışın. Bu qapını açırsınız və taxta qapıları açırsınız. İçində də nə oturmağa yerləri də var. İlk növbədə çöldəki qapı bağlanır və daha sonra bu taxta qapılar heç nə ilə də qıfıllanmır. Sadəcə bu formada düymələri, oturmaq üçün yerləri. Çox minik bir lift. Digərlərində güzgü də olur. Çıxaq. Bu qapıda. Nədir bura? Aura Roma, burada. Bu arada Aura Roma adlanır. Yerin adı Aura Roma kategoriya 2A. Koruyucu. Bunlar nədir? Heç nə. Aç qapını. Nə olduğunu bilmirəm. Geldik. Bu da atıl tipli, küçük şirin bir. Çok güzeldi. Səliqəli görsəniz. Bizimki 3'dür. Görürsünüz belə rəqəmləri var. Və hazırda reception yoxdur. Çünki bunlarda reception müəyyən 7-yə qədər məsələn istəyirdi və qeyd eləmişdi ki, 7-yə qədər gəlsəz qeydiyyatda sizi qarşılayacaqlar. Otaq bu formadadır. Çox qəşəngdir bura. Romada ümumiyyətlə təmiz, səliqəli, kondisionerli bir yer tapmaq biraz çox çətindir. Və özünün ayrıca hamam tualeti olan evlər tapmaq, bu şəkildə yerlər tapmaq çox qəşəngdir, səliqəlidir. Demək olar ki, Romada qaldığım ən qəşəng evlərdən biri ola bilər. Çünki baxırsan şəkillərdə qəşəng görsənir, amma əslində burada belə bir şkafı da var. Əslində, yəni o qədər də təmiz deyil. Burada kofe aparatı. Çox qəşəng. Əslində yox idi mən bilən, amma qoyublar, sağ olsunlar. Yenə də baxmaq lazımdır, çünki yadımda deyil necə idi. Kofe aparatı, çayniki, balaca bir xaladelniki, zibil qabı. Buradan da çölə belə bir pəncərəsi var. Və yanında da çox səliqəli, qəşəng kafelər. Belə. Bu da bizim Rum turumuz. Burada da balaca bir güzgüsü də var. Belə. Özünüzü görmək istəyirsinizsə, güzgü də var. Çox qəşəngdir, bəyəndik.
İndi biz biraz rahatlanaq, birazdan şəhərə çıxacağıq. Şəhərdə də çəkilişlərimiz davam eləyəcək. Əslində Romada çox vaxtımız yoxdur. Bu bizim Romaya, nə bilim bir 10-cu, 15-ci gəlişimizdir. Ona görə də çox yer gəzməyəcəyik. Bəzi əsas yerləri haranı çəkə bilsək artıq onları çəkib sizinlə paylaşacağam. İzləmədə qalın, bəyənməyi, rəy yazmağı unutmayın.